yetmərəcəm. Allah ziyarətlərimizi qəbul eləsin. Allah bizi öz nəzərindən, məğfirətindən ayrı salmasın. Necə ki, Ərafat dağında Allah Adəm Peyğəmbəri, Həvva nənəmizi tövbəsini qəbul eləyib, Allah bizim də tövbələrimizi qəbul eləsin. Necə ki, Allah Adəm babamızı və Həvva nənəmizi bağışlayıb, bütün günahlarımızı Allah bağışlasın. O kəslər ki, gələ bilmirlər ziyarətlərə, onları da yad eləyək. Allah onların da günahlarını bağışlasın. Allah onlara da nəsib eləsin ki, tezliklə bu ziyarətlərə, ümrə ziyarətinə gəlsinlər və getsinlər.